Salam Atrikos Mobile izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə biz yeni bir video, yəni ki video desəm də, Kapitalov adlı bir saytı incələyəcək. Yəni bildiyiniz kimi həmişə kimi yenə də mən pul qazanmaq üstə daha çox, daha çox deyəndə ki, bütün həmişə mən pul qazanmaq üstündə proqramlar tanıtmışam. Yəni sizlərin də pul qazanmağını istəmişəm və buna görə də bugün yeni bir video paylaşacağım və video sayta keçməmişdən qabaq kanalıma abunə olmamışsınızsa abunə olmağı və bu bildirim işarəsini açmağınızı yaddan çıxartmayın. Sonra isə demək istədiyim bu qədər. Videolarımı like etməyi yaddan çıxarmayın. Necə deyim sizə? İlk öncə pul qazanmaq deyəndə bir çoxları başa düşürlər ki, məsələn gündə $1000, $2000, $3000 yox. Yəni siz bunu edə bilmərsiniz. Yəni belə saytlarını edə də bilərsiniz. Ancaq sizin oraya bir şey yatırtmağınız lazımdır ki, hər hansı bir sayta pul yatırtmağınız lazımdır ki, onlardan pul qazanasınız. Yəni bu qədər pul qazanmaq üçün də yəni pul yatırtmaq lazımdır. Pul yatırtmaq üçün yatırtmaq da isə, yəni internetdə bu dəqiqə çox risklidir. Riskli, yəni bəzi saytlar var riski az, ancaq orada çox həddindən artıq az pul verirlər. Mən isə sizə hal-hazırda, yəni mənim də çox tapdığım proqramlar var, həddindən artıq çox tapdığım saytlar var, pul qazanıram və hətta onların heç birinin nə Türkiyədə, nə Azərbaycanda, yəni heç bir yerdə hələ ki tanıtımları olmayıbdır və 90 günlük saytlar belə var, 2 günlük, 1 günlük saytlar da belə var. 90 günlük saytınızın da qazanacağı çox yaxşıdır, ancaq pul yatırtmaq lazımdır. Və bu 1 günlük, 2 günlüklərin də yaxşıdır, amma dediyim kimi hamısında risk vardır. Yəni ki, heç bir sayt %100 garantili deyildir və buna görə də əgər siz belə bir saytlarını tanıtmağımı istəsəniz, aşağıda komment bölməsinə, yəni ki, yorumlara əgər istəyirsinizsə belə bir saytlar, yəni həddindən artıq çox sayt var, onları tanıtmağı istəyirsinizsə, onu aşağı yazın və mən də sizə başlayayım belə saytlardan tanıtmağa. Yatırtmaq istəsəniz pul yatırda bilərsiniz. Yatırmaq istəməsəniz də, yəni şəxsi məsələdir. Mən heç kimin yəni işinə qarışa bilmərəm, heç kimi məcbur edə bilmərəm. Yəni bu hər kəsin öz həyatıdır. Və bu gün yəni çox danışdım biraz, bağışlayın. Yəni sizə demək istədiyim yəni ki, əgər belə bir saytlar, yəni ki, pul yatırdıb qazanmaq istədiyiniz saytlar olsa, mənə kommentlərdə, yorumlarda aşağıda yaza bilərsiniz və bu saytları sizə tanıta bilərəm. Və hal-hazırda tanıdacağım Kapitalov, indi gördüyünüz, ekranda gördüyünüz Kapitalov proqramı isə, yəni pul qazanmaq proqramıdır. Bura yatırdı, pul qazanmaq proqramıdır. Yəni bu çox risksiz, yəni ki, riski çox az olan bir saytdır. Yəni rus saytıdır, rublla işləyir. Ancaq bu proqram çoxdandır işləyir. Yəni bir dəqiqə aşağı baxmaq istəyirəm, görüm. Bu saytın işləmə dövrü vardır. Hal-hazırda yoxdur. Burada yazmayıb, ola bilər harca yazır və burada aşağıda gördüyünüz kimi platejni sistem, yəni ki, ödəmə sistemlərinə baxanda türkçə dilinə çevirək ən yaxşısı. Yəni bəziləri başa düşmədiyi üçün. Ödəmə sistemlərində Payeer, Yandex, Visa, Mastercard, Kiwi Cashlog, Perfect Money, Bitcoin kimi ödəmə sistemləri vardır. Və bu sayt gördüyünüz kimi 2016-dan açıqdır. Yəni ki, hardasa yəni minimum yəni 1 aydan, 2 aydan çoxdur ki, onu yəqin ki bilirik. Yəni 60-70 gündən, bəlkə də həddindən artıq çoxdur. Necə deyim? Burada gördüyünüz kimi saytdan çıxardılan pullardır. Saniyə-saniyə yazılan pullardır bunların hamısı. Və saytı türkçə dilinə çevirdikdən sonra, yəni aşağıda açıqlamalar bölməsində verdiyim linkdən daxil olduğunuz zaman bu səhifə açılacaqdır qabağınıza. Və bu səhifədə nə edəcəyik? Yəni mən bunu öz orijinal dilinə çevirmək istəyirəm, çünki başa düşmək üçün. Və ilk öncə proyektə baxaq. Proyekt haqqında məlumat vermişsəm, proyektin əgər burada yazıbsa neçə gündür açıq olmağını, neçə aydır və yaxud da ildir açıq olmağını, bir dəqiqə zəhmət olmasa. Yox, hal-hazırda heç bir yerdə yazmayıbdır. Xəbərlərdə isə burada xəbərlər. Nəysə, qayıdaq səhifəmizə. Qarşımıza çıxan ilk səhifə bu olacaqdır. Burada biz eləyəcəyimiz şey, burada registrasiya bölməsinə vururuq. Yəni klikləyirik. E-mailinizi yazırıq. Buraya adımızı, baş e-mail bölməsinə adımızı, bura kodumuzu və bura şifrəmizi və yaxud da desək şifrəmizi bura. Bu isə şifrəni təkrarla və bura isə 3780, yəni bu gördüyünüz robot olub-olmamağınızı yoxlayan şifrəni yazırıq və я ознакомилась с правилами участия. Yəni bu buraya klikləyərək və отправить edirik.
Отправить elədikdən sonra isə sayta daxil oluruq. Vойти bölməsinə basırıq burada və sonra Vойти bölməsinə basırıq. Və qarşımıza bu səhifə açılır. Bu səhifədə nələr vardır? Mən bu saytda hardasa 2-3 gün olar daxil olmuşam. Yəni burada çox az pul yatırmışam. Yəni ki, az deyəndə ki 60-70 rubl pul yatırmışam. Və bu gündəlik gördüyünüz kimi burada bizim kilohertzlərimiz var. Kilohertzlərimiz. Bunlara bir baxaq kilohertzlərimiz. Nədir bu saytın məqsədi? Bura siz pul yatırdırsınız. Hər 10 rubla görə bağışlayın biraz boğazım ağrıyır. 10 rubla görə 1 kilohertz verir. Məsələn, siz buraya məsələn yazsanız 3 kHz, bu 30 rubl, 100 kHz yazsanız bu 1000 rubl eləyir. Plus sizə isə plus 1000 rubl eləyir, plus 100 kHz, az plus 30 kHz-də hədiyyə verir. Bu kHz nədir? Gördüyünüz kimi 1 kHz haqqında isə məlumat. 1 rublumuz 1 kHz-də saatda bizə 0.01 rubl qazandırır. 7 kHz mən hal-hazırda varımdır və bu 8 kHz edir. Yəni opsiya olaraq, və bu saatda mənə 0.08 rubl qazandırır. Və günlük mənə isə 1.68 üstə gələ 0.240. Bu da mənə günlük hardasa 1.92 rubl qazandırır. Yəni bu çox az puldur. Sizin üçün mən bilirəm az puldur. Ancaq bunu çox eləmək olar. Məsələn necə deyim? Siz bura əgər 8 kHz 8 saatda 0.80 rubl qazandırırsa, siz məsələn bura təxmini 1000 rubl yatırsanız, bu sizə 100 kHz 1000 rubl yatırsanız, 100 kHz alsanız, bu sizə saatda 1.37 rubl eləyir və bir gündə 32 rubl qazandıracaqdır. 32 rubl qazandıracaqdır. Bu isə aya təxmini bir dəqiqə kalkulyatordan istifadə edək. Hal-hazırda təxmini günə 32 rubl qazansanız, 880 vuraq 31-ə, məsələn 31 günə nəzərdə tutaq, bu 1019 rubl pul edir. Yəni siz bir ay ərzində pulunuzu çıxardırsınız, sayta qoyduğunuz pulu çıxardırsınız və bundan sonraki aylarda, günlərdə isə siz sayta qoyduğunuz pulun, yəni ki, bəhrəsini görürsünüz. Məsələn, hər ay sizə 1019 rubl, yəni heç yerdən pul gələcəkdir. Yəni bu siz 1000 rubl yatırsanız məsələn keçərlidir. Bu da baxır sizin rubullarınız. Məsələn 500 rubl yatırsanız, məsələn burada gördüyünüz kimi 10 kHz hədiyyədir. 1000 rubl yatırsanız 30 kHz, 5000 rubl yatırsanız 200 kHz, 10000 rubla 500 kHz, 50.000 rubla isə 5000 kHz hədiyyədir. Yəni ki 5000 kHz plus 5000 1000 kHz eləyir bu. Təxmini baxaq görək 10.000 kHz-dir, bağışlayın. 10.000 kHz bizə nə qədər pul qazandırır? Yəni 1000 kHz alsanız siz buradan, yəni ki bu eləyir 10.000 rubl pul eləyir. Təxmini desək, buna məsələn biz eləyək bunu 20.000, 2000 eləyəndə 20.000 rubl. 50.000 edəsəsə, bu 50.000 məsələn. 60.000 almaz. 50.000-ni tutaq ki, məsələn 50.000 kHz alsaq biz gündəlik. 50.000 kHz də bizə hardasa 50.000 rubl, yəni 5000 kHz almaq üçün bizə 50.000 rubl lazımdır. 50.000 rubl yatırsanız məsələn bura 5000 kHz qazanacaqsınız, plus 5000 kHz da hədiyyə. Yəni ki, bu da saatda sizə 100 rubl qazandıracaqdır və gündəlik sizə 2401 rubl qazandıracaqdır, 50.000 rubl. Və 2401 rubl da aya isə, dəqiq zəhmət olmasa, 2401 rubl 31 günə bizə qazandırır 74.000 rubl pul qazandırır. Yəni ki, siz 50.000 rubl yatırsınız və ayın axırı sizə artıq buradan 74.431 rubl pul çıxardırsınız. 74.431 rubl. Yəni bu da deyim ki, sizdə artıq 24.000 rubl daha çoxdur. Və fərz eləyin ki, siz bunu yatırdıqdan sonra, yəni siz heç vaxt, yəni bu sayt çox qarantili saytdır. Çünki burada biraz azdır hər şey və az verilir. Çünki qaranti çoxdur bu saytda. 74.000 rubl da həddən artıq çox puldur. Yəni çox yaxşı puldur. 74 məsələn böləndə dollar deyək ki, məsələn bölək. Hal-hazırda 57 dollar bərabərdir 1305 dollar. Yəni ki, siz aya, yəni necə deyim sizə 1305 dollar bu edirsə 50.000 rublumuz nə qədər edir? 57-yə bölürük. 877 dollar yatırdırsınız və ayın axırı 1305 dollar pul çıxardınız və bundan sonraki aylarda sizə hər ayda 1305 dollar pul veriləcəkdir. Yəni bu sayt çox uzun ömürlü saytdır. Yəni ki, bu saytə mən sizə deyim ki, yəni çox uzun
işləyəcək bir saytdır. Yəni hal-hazırda gördüyünüz kimi 17 milyon rubl hal-hazırda çəkilmişdir bu saytdan. Və buna sizə indi isə mən sayt haqqında biraz məsələm deyim. Mən istoriyalara baxmaq istəyirəm, tarixə baxmaq istəyirəm hal-hazırda. Və gördüyünüz kimi mən bu saytdan 60 rubl yükləmişəm. 6 kHz mənə verilibdir. 2 rubl bir dəfə çəkmişəm, 1 rubl bir dəfə çəkmişəm. Burada bu sredstv, yəni bu bölməyə vurduğunuz zaman, bu hissəyə vurduğumuz zaman, burada Payer'də pul çıxartmaq istəyənlər Payer'dən, Perfect Money, Kiwi və yaxud da Yandex-dən istifadə edə bilərsiniz. Məsələn, Payer vura. Bu Payer'də məsələn pul çıxartmaq istərsiniz məsələn. Burada Payer'dən köçürtmək istəsəniz, məsələn, bizim hal-hazırda balansımızda 3.24 rubl pul vardır. Yəni buna gələcək. Hal-hazırda biz ilk öncə yükləmə verəcəyimizə Papanini balans bölməsinə vururuq bu hissəyə. Burada köçürmək istədiyiniz sistemlər vardır. Məsələn, Perfect Money ilə köçürmək istəsəniz bu hissəyə yazırsınız. Çerez kassa, məsələn, Bitcoin və yaxud da Kiwi Cashlog və yaxud da nəsə kassalardan yəni köçürmək istəsəniz. Bu halda Rusiyada və yaxud da Ukrayna vasitəsilə yəni edə bilərsiniz. Ancaq Payer'lə, Vizcard'la və yaxud da ki, məsələn, Perfect Money, Yandex.Disk, yəni gördüyünüz kimi burada sistemin hamısından gördüyünüz istifadə edə bilərsiniz. Burası yazılıq pulunuzu yazırıq, nə qədər köçürmək istəyirik və sonra isə Çerez Payer yazırıq və sonra isə pul köçürmə işləmi olacaqdır. Daha sonra isə məsələn konkurs və aksiyalar keçək. Burada gördüyünüz kimi konkurslar həyata keçirilir və ayın 3-ü 19-u yəni konkurs bitəcəkdir. 500-dən çox referral olan insana 30.000 rubl hədiyyə, 300-499 olana 15.000 rubl, 200-299 referral olana 6.000 rubl, 100-199 3.000 rubl, 50-99 olana isə 1000 rubl hədiyyə veriləcəkdir. Və deməli belə, biz lichni kabinetimizə qayıdırıq, yəni ana səhifəmizə qayıdırıq. Gördüyünüz kimi hal-hazırda mənim 0.6 rubl hesabına vardır. Yəni bunu получить edirik və artıq operativ akkont edirik. Və bu cür artıq balansımızı yüklənir. Saytdakı balansımıza, yəni saytda balansımızda hal-hazırda 3.4 rubl vardır. Bu pulu indi sizə bir yerdə mən köçürdüm Payer hesabımıza. Bəli, Payer hesabımızı köçürdük bu pulu indi biz. Və ilk öncə mən Payer hesabımı açım buradan. Bağışlayın zəhmət olmasa. Burada gördüyünüz kimi mən Payer hesabımın nömrəsi yazılıbdır. İlk öncə Payer hesabımı göstərmək istəyirəm sizlərə. 007 365. Mən daha çox Payer'dən istifadə etmirəm. Yəni mən daha çox başqa Perfect Money'dən istifadə edirəm. Ancaq mən Payer'i artıq 1-2 gün dolar tapmışam. Yəni xoşuma gəlməyə başlayıb. Düzün desəm xoşuma gəlir. Çünki Payer hər yerdə keçir. Yəni çox yerdə Payer'dən istifadə olunur. Hal-hazırda 29 rubl və gördüyünüz kimi 29.59 rubl vardı balansında. Yəni bu gün yatırım yapdığım üçün burada 50 dollar pul var idi. Bu gün pul köçürtmüşəm saytlardan birinə. Yəni onları sizə istəsəniz tanıdacağam sizə. Yatırmışam və hal-hazırda gözləyirəm saytdan pulumun, yəni ki gündəlik 7%, məsələn 50 dollarının 7%-i mənə geri qaytarır. Nəsə belə düzündəsə. Yəni bu haqqında danışmayacaqsa, mən sizə sayt haqqında məlumat verəcəm. Yəni Kapitalov haqqında. Gördüyünüz kimi 29.59 rubl vardı hesabımızda. Və qayıdaq Kapitalova. Bizim hesabımızda olan pul 3.4 rubldur. Bura 3.4 rubl yazırıq. Выплаты deyirik. Və gözlərik. Və artıq все. Vəssalam. Gördüyünüz kimi pul köçürülmüşdür. Yəni tərcümə edək bunu. Türkçə şəklinə çevirək. Fonlar ödənmiş, yəni pul köçürülmüş. Yəni saniyələr içində köçürür. Bu bura 29.59-dur. Bura geri qaydaq. Və gördüyünüz kimi artıq 32.95, yəni pulu həmin dəqiqə köçürür və burada gördüyünüz kimi bir dəqiqə baxaq və budur. Gördüyünüz kimi bu hal-hazırda köçürmüşdür, yəni budur. Baxaq necə baxacaq buna. Gördüyünüz kimi yəni burada adı yazmır saytın, yəni sizin gördüyünüz qabağına köçürdü bunu. 3.36 yəni keçdi. 3.4 isə 3.36-sını yəni 0.04 kəsir edir. Və bu qədər demək istədiyim bu qədər. Saytın linkini, yəni ki bu sayta pul yatırmaq istəyən, yəni az da olsa pul qazanmaq istəyənlər aşağıda açıqlamalar bölməsində link qoyacağam. O linkdən daxil olub qeydiyyatdan keçib, yəni pul qazana bilərlər və burada gördüyünüz kimi hətta 10.000 rubl çıxardanlar 10.000 rubl, 500 rubl, 500 rubl, 4 rubl, 10 rubl, 10, 3.50, 779, 4 və yaxud da budur. Gördüyünüz kimi bunun hamısı saytdan pul çıxardanlardır. Yəni bu hal-hazırda yəni 18.59-da
pul çıxardanlardır. Yəni Moskva saatı ilə, yəni Moskovski saatla bu nəzərdə tutulub. Yəni ki, gördüyünüz kimi pul artır. Yəni ki, axşama kimi artıq 300 rubl. Mən çünki 60 rubl yatırmışam. 60 rubl da mənə gündə 1.68 pul verir. Yəni ki, bu pulu da mən təxmini hardasa sizə deyim ki, mən 60 rubl elə-belə yatırmışam. Yəni hal-hazırda gözləyirəm saat əgər ayın axırına kimi bağlanmasa, bura daha çox pul yatırdacam. 1.68 mənə gündəlik pul verirsə, bunu 31 günə vurduğumuz zaman mənə 52 rubl pul verəcəkdir. Yəni ki, mən ayın axırına kimi demək olar ki, mən pulumun onda %90-ın 95-ini çıxardacaq. Yəni qalan 3-4 gün ərzində isə mən qalan pulumu 60 rubl çıxacağam. Amma bundan sonra isə hər gələn pullar mənim hesabıma köçürüləcəkdir. Və sayt haqqında demək istədiklərim bunlardır. Əgər kimin nəsə sualları olsa, aşağıda açıqlamalar bölməsində mənim Facebook linkimi, kontakt linkimi, yəni oraya yerləşdirəcəm. Kimlər əlaqə saxlamaq istəsə, mənimlə saytlar haqqında, ya tanıtım saytlar haqqında mənə əlaqə saxlayıb bir şey istəsələr, soruşmaq istəsələr və ya suallar olsa mənə yaza bilərlər və yaxud da ki, yorumlar, aşağıdakı yorumlar, ya komment bölməsinə yorumlarınızı yaza bilərsiniz. Yəni həmin dəqiqə cavablandırılacaqdır. Sağ olun. Videolarımı like etməyi yaddan çıxarmayın. Görüşənədək.